güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda güləş üzrə Avropa çempionatında iştirak edən milli komanda üzvlərini qəbul edib. Albaniyada keçirilən yarışlarda yığma komanda ümumilikdə 13 medalla həm Yunan-Roma güləşi, həm sərbəst güləş üzrə Avropa çempionu olub. Lakin xüsusilə kişilərdən ibarət yığmanın heyətində legionerlərin olması sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb. Belə ki, sərbəst güləş üzrə medal qazanan 6 idmançıdan 5-i legionerdir. Onlardan 3-ü əslən Rusiyadan, ikisi Gürcüstandandır. İlham Əliyev də idmançılarla görüşdə heyətdə əcnəbilərin olması faktına diqqət çəkib, lakin bu barədə geniş şərh verməyib. Komandamız çoxmillətlidir. Hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir. Ona görə də rus dilində bir neçə söz demək istərdim. Əcnəbi idmançıların milliləşdirilməsi Azərbaycanda uzun illərdir müxtəlif idman növlərində həyata keçirilən praktikadır. Lakin tarixi köklərə malik olduğu deyilən güləşdə də bunun tətbiq edilməsi idman ictimaiyyətində təəccüb doğurub. Komanda Az saytının baş redaktoru Rəşad Ergün Toplum TV-yə deyir ki, milli komandanı legionerlərlə doldurmaq uğur hesab olunmamalıdır. Sitat: "Hardasa futbolu, basketbolu başa düşmək olar. Bunlar çətinlik çəkdiyimiz idman növləridir. Ancaq güləş elə deyil. Legionerlərin hesabına əldə olunan medalları uğur saymaq olarmı? Olar, amma bu sanki biraz boğazda ilişib qalan uğurdur. Milliləşdirilmənin aradan qalxması üçün isə yerli güləşçiləri yetişdirmək lazımdır." Rəşad Ergünün sözlərinə görə uşaq idmanının inkişafı üçün nəzərdə tutulan məktəblər əsasən paytaxtdan kənarda yerləşir və müasir standartlara cavab vermir. Bununla məşğul olmaq isə Güləş Federasiyasının öhdəsinə düşür. Jurnalist Coşqun Eldaroğlu isə düşünür ki, əcnəbi idmançıların Azərbaycan millisində iştirak üçün yeganə motivasiyası gəlir əldə etməkdir. Buna görə də onların millidə çıxışı davamlı olmur. Sitat: "Futsalda da bunu etməkdən yoruldular. Məşqçi də daxil olmaqla bütün komanda Braziliyalılardan ibarət idi. Avropa çempionatında da yer tutdular. Amma bu davamlı olmadı. Çünki həmin idmançılar pullarını alandan sonra çıxıb getdilər. İdmançı milliləşdirilirsə, onun ölkə idmanına qatqısı olmalıdır. Bu, həmin idman növündə inqilabi dəyişiklik yaratmalıdır. Bu isə baş vermir."